Dəyərlər dediyimiz, yəni bu bizim uşaqlıqdan bizə aşılanan dəyərləri nəzərdə tutur. Yoxsa iş sferasının dəyərləri? Dəyərlər ümumiyyətlə insanı insan edən dəyərlərdir. Yəni şəxsiyyətin özünü formalaşdıran onun dəyərləridir. Bax bu gün biz İslam danışanda İslamın dəyərlərindən danışırıq. Biz ailədən danışanda ailənin dəyərlərindən danışırıq. Hətta şirkət belə şirkət dəyərləri üstündədir. Şəxs belə şəxsi dəyərləri üstündədir. Yəni bu gün Aytan xanımı tanıyanlar onun dəyərləri fonunda ona baxırlar. Yəni o individuallıq orada görsənir. Nə qədər ki o individuallığı olmayan insanlar olsa, onlar dəyərsiz, dəyərsiz də, yəni mənası olmur o insanlar, belə deyək. Ona görə də burada əsas məsələlərdən biri biz nəyə inanmışıq, nəyə inanclarımıza salmışıq, nəyi biz görürük, daxilimiz haracan görür. Sahib, mən bu çox çətindir axı. Biz 6 yaşına qədər bütün məlumatları sorğusuz, sualsız qəbul edirik. Ondan sonra başlayırıq müəyyən bir dövrdə biraz bir 20-25-ə çatanda soruşuruq ki, bu niyə belə olmuşdu? Orada da baxırsan ki, vaxt keçib, sən artıq nəsə göstərməlisən, amma baxırsan ki, sənin əlin bağlıdır, sənin qolun bağlıdır, sənin çərçivələrin var və sən ümumiyyətlə bilmirsən bu çərçivə olmalıdır, yoxsa olmamalıdır. Bu buna aşılanıb. Bu burada necə çıxa bilər axı? İnsanların onu görmək prosesinə ümumiyyətlə özünü görmək deyirlər, özünü sorğulamaq deyirlər. Mən onu deyirəm, düşünməyi düşünmək. Və hətta gövşəmə deyirəm. Necə ki, bir heyvanatda o gövşəmə prosesi var. Yeyir, amma təzdən başlayır onu yeməyə. Yəni, sən bir qəbul etdiyi, o düşünüb çatdığı təzdən düşünməyə başlayırsan. İnsan üçün ən çətin şey elə özünü görməkdir. Ona görə o çətindir bizim üçün. Əslində biz gördüyümüzü qəbul edirik, düşünmürük. Yox, insan 3 cür öyrənir. Onu Konfutsiya yaxşı deyir. Deyir ki, insan 3 cür öyrənə bilər. Bir düşünməklə, deyir, ən nəcib yoldur. Bir oxşatmaqla, deyir, ən asan yoldur. Bir də başına gəlməklə, deyir, ən çətin yoldur. Ən acılı da doğrusu. Yəni, bizim əslində 3 mexanizmimiz var öyrənmək üçün. Oxşatma onlardan biridir. Məsələn, uşaq bayaq dediniz, uşağın, bizim bədənimiz birdən-birə öz yekdin formasına çatmır da. Biz uşaqdır, o da böyümə prosesi gedir. Onun təkcə öz böyüməyindən başqa bədən üzvlərinin də bir formalaşma prosesi gedir. Beyin də bədən bəlkə də ən qəliz orqanlarından biridir. Onun da bir prosesləri var. Yəni, o da birdən-birə belə necə lazımdırsa öyle deyildi, formalaşır. Və uşaq beyninin görsənən odur ki, məsələn, uşağın məntiqi hardasa bu 8-9 yaşlarındakı uşaqlara diqqət eləsəz, elə suallar verilir, belə baxırsan məntiqi əsaslı şey. Amma ondan qabaq baxırsan danışmağında biraz uşaq danışığı da deyək də, nə bilim fikirlərini, cümlələri bir formalaşdıra bilmir. O beyin nə qədər ki o formalaşması həmin o dövrdə gedir, onun o prosesləri dərk eləməyə biraz çətindir. Ona görə prosta oxşadır da, prosta götürür. O dövrə çatanda ki, bunun beyni başlayır formalaşmağa, məntiq yaranıb, analiz eləmək qabiliyyəti var, müəyyən bir proseslərə nə cürsə baxır. Mən demirəm, uşaqda tamam yoxdur, o prosesdir də, sadəcə formalaşma prosesidir. Orada başlayır insan həmən o gördükləri barədə düşünməyə və müəyyən orada bir qərarlara gəlməyə. O qərarların da bir primitiv beynin gəldiyi qərardır da. Yəni, gəl belə danışaq da. Bir uşaq gəldi, nə bilim, 13-15 yaşında məhəllədə girəndə axşam salam verdi, qonşular da salamını almadı. Ola bilə görməyib, ola bilə eşitməyib və bəlkə sakit deyib. Amma adam 1-2 dəfə onu eləsə və salam almasalar, həmən uşaq düşünəcək ki, salam vermək lazım deyil. Sonra baxarsan ki, həmən uşağın artıq 40 yaşı var, podiyezə girir, bir nəfərə də salam vermir. Əslində o vaxtı düşünüb çatdığı idi. O düşündüyü idi, yoxsa bənzətdiyi idi? Orada düşünmə var. Niyə? Orada bir düşünür ki, mən bax verdim salam, almadılar. 2-ci dəfə də verdim, almadılar. Demək, onda bunlar mənə qiymətləndirmir, mənə dəyər vermir, mənası yoxdur. Demək, onda heç kimə salam verməyəcəm. Bu demək olar var da burada, bir məntiq gətirir ona bir hala. Hər podiyezə girəndə eyni adamlara salam verməməyi, İnsanların ümumiyyətlə həyat boyu elədiyi hərəkətlərin, o Jack Lipton bir araşdırması var idi, 95-99% deyirdi ki, şuur altıdır. Şuur altı bilirsiniz nədir? Bax, həmən o vaxtlarda düşünüb yığdıqlarımız sonra başlayır sizi idarə eləməyə. Və o dəyərlər də odur ya, o da podsoznательно yığılır və siz onun çərçivəsində müəyyən hərəkətlər edirsiniz. Və indi buna biraz 95-99% şuuraltı idarə etməsindən əpuratqadan baxanda sən günüvün qərarlarının, həyatının qərarlarının cəmi 1 və 5%-nə təsir edə bilirsən. Yəni səni sən yox, sənin şuuraltını idarə edir.